Salam əziz şagirdlər. Bugün sizə toplu 2025-ci il, yəni yeni test toplusundan y bərabər sinüs x və y bərabər kosinüs funksiyaları və onların xassələrini test izahını verəcəm. Testə başlamasından əvvəl ilk öncə hər kəs nəzəriyyəyə sahib olmalıdır, yəni nəzəriyyəni bilməlidir. Nəzəriyyəni öyrəndən sonra bu test izahına baxmağınız daha məsləhətlidir. Düzdür, mən burada hər bir test izah edəcək nəzəriyyə haqqında məlumat verəcəm, hansı qaydaya əsasən test yazdığımızı deyəcəm, amma siz də ilk öncə nəzəriyyəni mütləq oxuyun. Başlayaq, qələmimizi götürək, bismillah deyək, başlayaq. Birinci sual. Kosinüs kvadrat 2x funksiyasının əsas dövrünü tapın. Həm kosinüs, həm sinusun əsas dövrü 2π-dir və biz istənilən həm sinüs, həm kosinüslə dövrü tapanda t bərabərdir 2π bölünsün modul a ilə tapırıq. A, bu da arqumentin əmsalıdır. Bu sualda kosinüs kvadrat 2x-dir, arqument yəni x-dir, x-in əmsalı 2-dir. Demək, A-nın yerində 2 dayanıb bu suala əsasən. Bizlik 2π böl modul A-dır, amma istisna var. Əgər kosinüs və sinüsdə qüvvət cüt olarsa, o zaman dövr t bərabərdir π böl modul A. Yəni, cüt qüvvət mənfi qiymət almadığına görə dövr hər π-dən biri təkrarlanmış olacaq. Modulda da olsa dövrü π böl modul A olacaq. Yəni, kosinüs AX funksiyasının modulu versə, yenə də bunun dövrü, burada qeyd etdiyim kimi, t bərabərdir π bölünsün modul A-dır. O zaman birinci sualın dövrü t bərabərdir π böl arqument. Arqumentimiz 2-dir, 2 olacaq. Ən kiçik dövrü π bölü 2 A variantı. Keçdik ikinci suala. Qiymətlər çoxluğunu tapın. Funksiyanın qiymətlər çoxluğunu tapmaq üçün həm sinüs, həm kosinüs funksiyasında 3 qiymət yoxlamaq məsləhətlidir. 0, -1 və 1 qiymətdən qoyub yoxlayacağıq və orada aldığımız nəticəyə görə qiymətlər çoxluğunu tapacağıq. Yəni, sinüs x, burada üzərində göstərirəm, yerinə bir dəfə 0, bir dəfə -1, bir dəfə də 1 qoyub, yoxlayıb, yoxlanış edəcək. 0 qoysam, baxağın 4 çıxılsın, 2 vur 0 olacaq, bərabərdir 4 çıx 2, 2 qalacaq. -1 qoysam, 4 çıxılsın, -2 vurulsun, -1, bərabərdir, müsbət 2, 4, 6 edəcək. Bir dəfə də 1 qoyacam, 4 çıxılsın, 2 vur 1, bərabərdir, 4 çıx 2, 2 edəcək. Üzr istəyirəm, burada 4 çıx 2 vur 0, 2 0, 0 edir, burada 0 qalır. 4-dən 0 çıxanda 4 edir, burada səhifəni 2 qeyd eləmişəm, 4. Qiymətlər çoxluğu, ən kiçik qiymət görürüm ki, 2 alacaq. Ən böyük qiymət də 6 alacaq. 2-6 aralığında olacaq cavab A variantı. Üçüncü, əsas dövrünü tapın. Dövrüyə təsir edən arqumentin əmsalıdır. Bax, dövrə təsir edən budur, 5-dir. Bu da A-nın yerində 5 var. Yenə cüt dərəcədən qüvvət olduğuna görə bunun dövrü t bərabərdir. Nə olacaq? Üçüncü sualda t bərabərdir. Pi böl 5 olacaq. Demək, dövrə təsir edən yalnız x-in əmsalıdır. Digər əmsallara, ədədlərə fikir vermirik. Pi böl 5 cavab A variantı olmuş olacaq. Dördüncü sual. Əsas dövrünü tapın. Dördüncü sualda əsas dövrü tapmaq üçün birinci bu düsturu görməlisiniz. Siz 2 qat arqument düsturundan kosinüs 2x-i mütləq bilməlisiniz. Trigonometriyanın əsas düsturlarından biridir. Yəni, kosinüs 2 alfa düsturu, yəni kosinüs 2x düsturu. Bunun açılışı nə idi? Yəni ki, müəllimləriniz sizə deyib, kosinüs kvadratı x çıx nə? Sinüs kvadratı x. Yəni, 2 qat arqumentə görə kosinüs 2x-in açılışı budur. Kosinüs kvadratı x çıx sinüs kvadratı x. Bu da açılış verib geri qayıtmalıyıq. Fikir versəz, arqument 2 dəfə azalır açılışda. Demək, geri qayıdında 2 dəfə artacaq. O zaman 4-cü suala bərabər qoyuram. Bu nə deməkdir? Kosinüs neçə x deməkdir? 6x-in açılışı deməkdir. Kosinüs 6x, kosinüsdə əsas dövrü t bərabərdir 2π böl a-dır. Yəni 2π-ni biz a-ya böləcək. A x-in arqumentidir. X-in arqumenti bu da 6-dır. 6-nı qaraladım. 2π böl 6. Bu da 2 ilə ixtisara gedəcək. Pi böl 3 qalmış olacaq. Demək, ən kiçik dövrü pi böl 3 y variantı. 5-ci sual. B-nin hansı qiymətlərində parçasında sinüs x bərabərliyi doğru olar? Ümumiyyətlə, sinüs, kosinüs yalnız -1 və 1 aralığında qiymətlər alır. Bunların qiymətlər çoxlu -1-dən 1-ə kimidir? Yəni, -1, 1 və daxildir. Ona görə sinüs x-in mənası olması üçün burada 0.5 plus b ən kiçik ola bilər -1. Ona görə böyük bərabərdir -1-dən. Kiçikdir bərabər neydən? 1-dən. Bu da 0.5 itilmək üçün hər tərəf üzərə -0.5 gəlsək, eləyər -1,5.
kiçikdir bərabərdir B, kiçikdir bərabərdir, hər tərəf üzərində mənfi 10.5 gəlmişim, 0.5. Demək, B mənfi 1.5, müsbət 0.5 arasında qiymət alar, Y variantı. Lövhə olan yeri silək, yazmağa yer açılsın. Davam edək, 6 sual. A'nın hansı qiymətlərində pi 3 pi böl 2 parçasında kosinüs x bərabər A minus bərabərliyi doğru olar. Ümumiyyətcə bu 3-cü rübdür. 3-cü rübdə kosinüs hansı rahatda qiymət alır? Siz vahid çevrədə yəqin ki, sinüs kosinüsün qiymətlərini bilirsiniz. 3-cü rübdə bax buradan başlayacaq, burada qutaracaq. Kosinüs x'in xüsusiyyətlərini daşıdığına görə, x10 xüsusiyyətini daşıdığına görə 180-də mənfi 1 alır. 270-də 0 alır. Demək, hansı rahatda dəyişəcək? Mənfi 1-dən 0-a kimi qiyməti dəyişmiş olacaq. Burada göstərəm. Bura bucaq artdıqca qiyməti mənfi 1-dən 0-a kimi dəyişmiş olacaq, artacaq. Demək, kosinüs x bu aralıqda 3-cü rübdə A minus 1 ən kiçik mənfi 1-dir. Yəni, böyük bərabər mənfi 1 qoyaram. Kiçikdir bərabər nə qoyaram? 0 qoyaram. 3-cü rübdən söhbət gedir. Buradan da 1 itirmək üçün hər tərəf üzərində 1 əlavə eləsə, pi plus 1 bərabərsə həll edə bilirsiniz bunu. Pi plus 1, pi plus 1 hər tərəf üzərində 1 əlavə edirəm. O zaman A böyükdür bərabər, mənfinin üstə 1 gəlində 0, kiçikdir bərabər, 0 üstə 1 gəlində 1. Demək, A 0-1 aralığında qiymət ala bilər. Y variantı. Keçdik növbəti suala. 7-ci sualımız. 7-ci sualda funksiyası əsas dövrünü tapın. Dövrə təsiri arqumentdir, yəni dövrə təsirindən bu da 3-dür. 2 pi böl 3 olacaq. 2 pi böl 3. 2 pi böl 3 da hansı variantdadır? A variantı. 8 əsas dövrünü tapın. Yenə 2 pi böl 4 olacaq. Bu da 2 x'ə geçəcək. Pi böl 2 qalmış olacaq. Cavab D bəndi. 9-cu sualda şu olar. Y bərabər 2 sinus x böl 5 bu deməkdir əslində. 2 sinus 5'də 1 x. Yəni, arqumentin A'nın yerində 5'də 1 var. Sinusun əsas ən kiçik dövrü 2 pi'dir. Yəni, T bərabər 2 pi. 2 pi bölünsün nə A'ya? A'nın yerində 5'də 1 var. 5'də 1. 2'də 1'i 5'də 1'ə bölmək. 2'də 1'i 2 pi'ni 5'ə vurmaq deməkdir. Daha doğrusu 2'də 1 yox, 2 pi'ni. 2 pi'ni 5'də 1'ə bölmək. 2 pi'ni 5'ə vurmaq deməkdir. O da 10 pi edəcək. Cavabımız oldu 10 pi. 10 pi Y variantı. 10-cu sual, qiymətlər çoxluğunu tapın. Əgər cüt dərəcədə qüvvətdirsə uşaqlar, mənfi 1 qoymağa ehtiyac yoxdur. Bu da ancaq qiymətlər çoxluğu üçün 0 və 1'i yoxlamağımız kifayətdir. Çünki mənfi 1 qoysaq, yenə müsbət 1 edəcək. 0 qoysaq, 3 vur 0, üstə gəldi 2. 0 plus 2, 2 eləyəcək. 1 qoysaq, 1'in kvadratı 1, 3'ə vurduq. 3 üstünə 2 gəldi, 5 elədi. Yəni 2-5 aralığında olmuş olacaq. 2-5 də orada daxildirmi? Təbii ki, daxildir. 2-5 cavab D bəndi. Daha sonra keçək növbəti suala. 11 sual. Qiymətlər çoxluğunu tapın. Yəni eynidir. Yəni 0, 1 qoyub yoxlayacaqsınız. Bunu artıq düz yazın. Sinüs kosinüs eyni qiymətdə qoyulacaq. 12-ci sual. Qiymətlər çoxluğunu tapın. Şurada sinüsün yerinə biz sinüsün arqumentində olması bizə maraqlı deyil. Yəni x plus pi böl 4, isti bu da pi böl 2, isti bu da nə olur olsun. Arqumentin necə bir ədəd olur olsun, fərqi yoxdur. Sinüs və ya kosinüsdə 3-dən qiymət yoxlayırsınız. 0, mənfi 1, bir də 1. Nə zaman mənfini yoxlamısınız? Qüvvəti cüt olarsa mənfi yoxlamağa ehtiyac qalmır. 0 qoysam 5'i 0'a vurduq 0. Mənfi 1 qoysam 5'i mənfi 1'ə vurduq mənfi 5. 1 qoysam 5'i 1'ə vurduq 5. Demək, hansı rahatlı qiymət alacaq? Mənfi 5'dən 5'ə kimi qiymətlər alacaq. Ən kiçik qiyməti mənfi 5 olacaq. Ən böyük qiyməti müsbət 5. Cavab B bəndi. Funksiyanın qiyməti eynisidir. Bu da sinüs idi, bu da kosinüsdür. Yəni sinüs və kosinüsdə qiymətlər çoxlu eyni olduğu üçün hər zaman 0, mənfi 1, 1'i yoxlayacaqsınız. Keçdik 14-cü suala. A'nın hansı ən kiçik qiymətində bərabərlik doğrudur? Bərabərlik doğrudursa, hər tərəf 3'ə bölərəm. Yəni sinus 4x bərabərdir A çıx 8 sinüs tapmaq üçün bölünsün 3. Biz də bilirik ki, sinüs AX-in arqument nə olsun, fərqi yoxdur. Sinüs AX mənfi 1'dən 1'ə kimi qiymətlər ala bilər. Yəni, sinüs 4x-in bərabər olduğu 3'də A çıx 8 ən kiçik mənfi 1 ola bilər. Böyük bərabər mənfi 1'dən. Ən böyük də nə ola bilər? 1 ola bilər. Hər tərəf 3'ə vursam, mənfi 3 kiçikdir bərabərdir A çıx 8. Bu da kiçikdir bərabərdir 1 olacaq. Hər tərəf üzrə 8 əlavə etsəm, mənfi 8 itirmək üçün. O zaman A böyükdür bərabərdir. Mənfi 3 isə mənfi 8 gəlir mənfi 11.
1'in üstünə -8 gələndə -7. Demək A -11-dən böyük, -7-dən kiçikdir. Bu hansı sual idi uşaqlar? İtirdim, 14-cü sual idi. Bizə deyir ki, A-nın hansı ən kiçik qiyməti? A-nın hansı ən kiçik qiymətində? -11 qiymətində. Burada biz nəyi səhv elədik? Bərabər doğru. Ən kiçik qiymət. A-nın hansı ən kiçik qiyməti? A-nın ən kiçik -11 tapmışıq, amma cavabımızda yoxdur. Demək ki, baxaq görək nəyi səhv eləmişik. Üzr istəyirəm. -8-ün -8 əlavə etməliyik uşaqlar. Çünki burada A açıq 8-dir axı. Bunu itirmək üçün -8 əlavə etməliyik. Üzürlü sayın -8 əlavə etsəm, -8, -3 üstə -8 gələndə -5 edəcək. 1 üstə 8 gələndə 9 edəcək. Üzürlü sayın burada diqqət eləməmişəm işarəyə. A-nın ən kiçik 5 qiymətində cavab Y bəndi. 15-ci sual qiymətlər çoxluğunu tapın. Qiymətlər çoxluğu arqumenti nə olması maraqlıdır. Bax bu 4-də 3x var. Bunun yerində nə olur olsun, fərqi yoxdur. Sinus özü -1 arasında qiymətlər alacaq. Cavab C bəndi. Qiymətlər çoxluğunu tapın. Yəni eyni şeydir. Yəni arqument nə olur olsun, fərqi yoxdur. Cos ifadəsi -1 arasında qiymətlər alır. Y bəndi olacaq. Keçdik növbəti suala. 17. Trigonometrik funksiya hansının qrafik koordinat başlanğıcından keçir? Koordinat başlanğıcından keçən sıfırda təyin olmalı yanaşı x-i 0 olanda y-i də 0 olması lazımdır. Bu sinusdur. Çünki sinus sıfırda 0 alır. Demək sinus 0 dərəcədə nə alır? 0 dərəcədə 0-a bərabərdir. Biri sinusdur. Bizə bilindiyi qrafikin koordinat başlanğıcı y sinus 2 cavab belə C bəndi. Tangens kotangeslə keçəndə izah eləyəcək. Orada da biri sıfırda koordinat başlanğıcı keçəcək, biri koordinat başlanğıcı təyin olunmayacaq. 18-ci sual. Funksiyanın qiymətlər çoxluğu. Qiymətlər çoxluğu görəndə sinus ax plus b nədirsə, onun yerinə 3-dən qiyməti qoyun, yoxlayın dedim. 0, -1, 1. Buna aid çox izah elədik artıq. Bu 3 qiyməti yoxlayırıq, ona əsasını tapırıq. 0 qoysam 2 çıx 5 vur 0, 2 eləyəcək. -1 qoysam 2 çıx 5 vur -1 7 eləyəcək. Çünki -5 -1 avanında -5 edir. 2-nin üstünə gələndə 7 eləyəcək. 1 qoysam 2 çıx 5 vur 1 2 çıx 5 olacaq. O deyiləcək -3. Çoxluğunu qiymətlər çoxluğundan. Qiymətlər çoxluğunda olacağında -3-dən hara qədər? -3-dən 7-yə qədər. -3-dən 7 A variantında var. 20-ci sual. Funksiyanın qiymətlər çoxluğunu tapın. Yəni eyni qaydadır 18-də olduğu kimi. Çünki sinusda da, kosinusda da 0, -1 və 1 qoyub yoxlayacağıq. 20-ci hansı lübdə sinus və kosinus funksiyaları hər ikisi azalandır? Ümumiyyətlə uşaqlar sinus və kosinusun artması, azalması, müsbət mənfi olmasını əzbərdən daha çox qrafik üzərində yadda saxlasa daha yaxşı olar. Birinci baxaq. Sinus 2-sə, sinus 2 y funksiyasından daşıyır. Birinci lübdə bucaq artdıqca, çevrənin üzərində bucağı artırdıqca qiymət də artır. Ona görə birinci lübdə artandır. İkinci lübdə isə bucaq azaldıqca onun qiymətlərini y boyunca aşağıya düşür. Ona görə azalır. Sinus birinci lübdə artır, yəni oxşarsan qoyacam artır. İkinci lübdə neyini azalır. 3-də də azalmağa davam edir. 4-cü lübdə yenidən neyini artır. Bu sinusundur. Kosinüsə bax, kosinüs x oxudur. Kosinüs həm birinci lübdə azalır, həm də ikinci lübdə azalır. Üçüncü və dördüncü lübdə neyini artır. Üçüncü və dördüncü lübdə artır. Bizə də hər ikisi azalandır. Hər ikisi ox aşağı ikinci lübdə. Demək, ikinci lübdə sinusda, kosinusda azalandır. Demək, ikinci lübdə cavab D bəndi. Hansı lübdə funksiyanın hər ikisi artır? Bu da cədvəl çəkmişəm. 4-cü lübdə göstərir, hər ikisi oxu üzü yuxarıdır, hər ikisi artır. 4-cü lübdə hər ikisi artacaq. Cavab C bəndi. 22-ci sualda sinus funksiyası f(x) plus f -x cəmini tapın. F -x, biz sinus cos x-in tək və ya cüt funksiya olduğunu bilməliyik. Bunu funksiya bölməsində keçirsiniz. Trigonometrik funksiyanı keçəndə biz dedik ki, trigonometrik funksiyadan yalnız kosinus x cütdür. Bu cütdür. Digərlər nədir? Təkdir. Yəni sinus x-dir, tangens x-dir, bir də kotangens x-dir. Bunların hər üçü tək funksiyadır. Tək və cüt funksiyada fx funksiyasında, bax fx funksiyasında f -x qoyası olsa, funksiya əvvəlki vəziyyətinə qayıdır, olur fx. Birinci verdiyim əvvəlki vəziyyətin özünə qayıdır.
Amma tək funksiyada x funksiyasının yerinə mənfi fx qoyanda mənfini qabağa verir, olur mənfi fx. Yəni əvvəlki verilən funksiyanın tamamilə əksi alınır, olur mənfi fx. İndi burada sinus təkdir, tək funksiyadır. Kosinus isə cüt funksiyadır. Funksiya bölməsindən bilirik ki, tək funksiyanı cüt funksiyaya vuranda tək funksiya edir. Demək, bu tək funksiyadır. Yəni sinus x vur cos x funksiyası tək funksiyadır. O zaman fx üstəgəl mənfi fx tək funksiyada fx-in üstünə gələsi olsa mənfi fx tək funksiyadır. Mənfi qoyanda x-in yerinə qabağa verir. Mənfi olur, minus fx olur. fx-dən də fx çıx fx-dən nə eləyir? 0 eləyir. Heç hesablamadan bunun cavabında 0 olduğunu görə bilirik. Yerinə yazmağa heç ehtiyac qalmadı. B variantı. 23-cü sualda da eynidir. Tək funksiyadır uşaqlar. Tək funksiyadırsa fx funksiyasının özü bölünsün. Tək funksiyanın mənfisini qoyana qabağa nə verəcək? Mənfi verəcək. Mənfi fx olacaq mənfi fx. Tək funksiya olduğu üçün. Fx-i də mənfi fx-ə böləndə fx-də x-ə gedəcək. Cavab qalacaq mənfi 1 y variantı. 24-cü sual. Modula sinus mənfi a bərabər mənfi sinus alırsa a hansı növbə aid ola bilər? Birincisi uşaqlar sinusdiki tək funksiyadır və arqument yenə mənfi olanda mənfini qabağa verəcək. Onda modulda mənfi sinus alfadan söhbət gedir. Bərabər mənfi sinus alfa. İndi burada görürəm ki, sinus alfa modul olduğu kimi açılıb. Yəni özünə bərabərdir. Nə zaman modul olduğu kimi açılır? Modulun içərisi böyükdür, bərabərdir 0 olanda. Yəni ya 0-dır ya da nədir? Müsbət olanda. Mənfi sinus alfa müsbətdirsə, sinus alfanın içində mütləq mənfi var. Yəni sinus alfa özü mütləq mənfidir ki, bunun içindəki mənfi, sinus alfa mənfisi ilə qabağındakı mənfi müsbətləşib, modulun içərisi müsbətdir deyəndə olduğu kimi mənfi sinus alfa kimi açılıb. Sinus alfa da hansı lüblərdə mənfidir? 3 və 4-cü lübdə. Ona görə bu da 3 və ya 4-cü lüb olacaq. O da hansı variantdadır? A variantıdır. 25-ci sualda kosinus alfa bərabər kosinus alfa. Yəni modul olduğu kimi açılır. Nə zaman modul olduğu kimi açılır? Modulun içərisi müsbətdirsə və ya da sıfırdırsa. Modulun içərisi kosinus alfa müsbətdir. Kosinus alfa hansı lüblərdə müsbətdir? Təbii ki 1 və 4-cü lübdə müsbətdir. Ona görə A variantı. Bərabərdən hansılar doğru ola bilməz? Baxın uşaqlar, kosinus alfa 0.5 doğru ola bilər. Çünki kosinus mənfi 1 arasında qiymət alır. Bu doğrudur. Sinus alfa bərabər kök 3 bölü 4 ola bilər. Çünki 1-dən kiçik bir ədəddir. Ola bilər. Kosinus alfa 2-yə baxın. Sinus alfa kök ətdə 5 bölü 2 bu ola bilməz. Çünki kök ətdə 5-dən təqribi deyək ki, məsəl üçün 2 tam neçə çıxır? 2,2 çıxır və ya 2,3 çıxır təqribi deyək. Bunu da 2-yə böləndə 1,1 edir təqribi. 1-dən böyük qiymət alır. Sinus 1-dən böyük ola bilməz. Ona görə bu yanlışdır. Bunu götürəcək. Bizi doğru ola bilməzlərdir. Götürürük. Burada da kök ətdə 5-dən yəni təqribi 2,2 çıxır. 2,2-dən də 4 çıxanda təqribi mənfi 1,8 və ya da 2,3 götürsə mənfi 1,7 qalır. Yəni mənfi 1-dən daha kiçik ola bilməz. Cavab 2,4 olacaq. Alfa bucaq 3-cü lübə aiddirsə, 3-cü lübə aiddirsə, kosinus ifadəsini sadələşdirin. Sadələşdirək. 3-cü lübə kosinusdur, mənfidir. Kosinus modulun içərisi mənfidir. Modulun içərisi mənfidirsə mənfini qabağa verir. O zaman olur kosinus alfa. Bax bu modulun içi mənfisini qabağa verirsəm 2 mənfi bir-birini müsbətə çevirər. Plus kosinus alfa olar. Kosinus alfa ise kosinus alfa gələndə 2 kosinus alfa eləyəcək. 2 kosinus alfa Y variantında 27-ci cavabı Y variantı. Keçdik 28-ə. 28-ci suala. Alfa 4-cü lübün bucağıdırsa sinus alfa plus sinus alfanı tapın. 4-cü lübdə sinus mənfidir. Mənfidirsə modulun içərisi mənfidirsə modul açanda qabağa mənfi atırıq. Onda olur bərabərdir. Mənfi sinus alfa plus sinus alfa. Əks sinuslar da bir-birlərini islah gedir. 0 eləyir cavab C bəndi. Funksiyalardan hansının dövrü var? Hansının dövrü var? Uşaqlar. Bu da dövrü olan açıq-aşkar Y-dir. Görürük ki sinus AX vəziyyətindədir. Sinus AX də dövrü funksiyadır. Bəs bunların niyə dövrü yoxdur desək, burada x çıx sinus x var. Artıq burada funksiya içərisində başqa bir funksiya da var. 2 dənə funksiya var. Bu da yenə x vur sinus x funksiya var. Dövrü pozur.
X bu sinüs x. Yani qayalardakı x dövürlüyü pozur. Burada arqumentin kvadratı var. Bu da dövürlüyü pozur. X kvadratı, x'in qüvvəti varsa dövürlüyü pozulacaq. Burada yine arqumentdə x'in kvadratı var. Bu da dövürlüyü pozur. Demək dövrü olan nədir? Sinüs 2'də 3 x. Cavab Y bəndi. 30-cu sual. Funksiyanın qiymətlər çoxluğunu tapın. Bu funksiyanın qiymətlər çoxluğunu tapmaq üçün bir dəyişənə getməliyik. Yəni ya sinüs kvadrat x qalmalı ya da kos kvadrat x qalmalıdır ki biz mənfi bir 0 1 qoyub yoxlaya bilək. Və yaxud da belə eləyə bilərik. 7 kos kvadrat x'i 2 yerə parçalayaram. Yəni 3 sinüs kvadrat x plus 7'ni yazaram 3 kosinüs kvadratı x. Bunları gruplaşdıracağım, görə parçaladım. Plus 4 kosinüs kvadratı x. 4 kosinüs kvadratı x. Şimdi buradan 3'ü çıxardası olsam sinüs kvadrat x plus kos kvadrat x qalacaq. Onun bir elədiyini siz bilirsiniz. Əsas trigonometrik eynilikdir. Plus kosinüs kvadratı x qalacaq. Buradan da plus nə qaldı? 4 kosinüs kvadratı x qaldı. Bərabərdir. Biraz böyüdək bunu. Aha. Bərabərdir. Buradan bu bizə 1'i verir değerli şagirdlər. 3'ü 1'ə vurduq elədi 3 plus 4 vurulsun. Kos kvadrat x'in də yerine 0 və 1 qoyub yoxlayacaq. Kvadrat olduğuna görə mənfi 1 qoymağa ehtiyac yoxdur. 0 qoysam 0 qoysam 4 vur 0, mesela 0 qoyaq. 3 plus 0 3 eləyəcək. Bir dəfə də 1 qoysam 4 vur 1 4 üstüne 3 gəldim 7 eləyəcək. Yəni 3 və 7 aralığında qiymətlər ala bilər. 3 7 cavab B bəndi. 31 də eynisidir, onu özünüz yazırsınız. 32 olarsa alfa bucağı hansı rüblədir? Sinüs alfa plus kosinüs alfa silək buranı. Olarsa alfa bucağı hansı rüblədir? Baxıram ki, bunların cəmləri müsbət kökətdə 2'dir. Müsbət kökətdə 2'dən təqribi çıxır nə? 1,4 çıxır. 1,4 çıxır. Bizə bilir ki, sinüsün və kosinüsün ən böyük qiyməti 1 ola bilər. Yəni mən 1'in üzərinə mütləq müsbət bir qiymət gəlsəm, onu 1,4 ola bilər qiyməti. Yəni belə çıxır ki, bunların ikisi də müsbətdir. Həm sinüsün, həm kosinüsün müsbət olduğu rüb isə birinci rübdür. Ona görə cavab C bəndidir. 33 də eynidir. Bu da amma mənfidir. Yəni mənfi 1,4'dür təqribi. 33-cü suala baxırıq artıq. Onda bunların hər ikisi də mənfi olmalıdır. Çünki sinüsün və kosinüsün ən kiçik qiyməti mənfi 1'dir. Mənfi 1'in üzərinə elə bir mənfi ədəd gəlməliyəm ki, onun cavabı mənfi 1'dən daha kiçik. Mənfi 1,4'də bərabər olsun. Onun üçün ikinci ədəd də bir mənfi olmalıdır. Yəni hər ikisi mənfi olmalıdır. Hər ikisi mənfi olduğu rüb də üçüncü rüblü cavab A variantı. Belə. Demək davam edirik 34-cü sualdan. Beta 4-cü rübün bucağı olarsa ifadanın sadələşmə. İfadanın sadələşmə üçün birinci modul açmaq lazımdır. 4-cü rübdə sinüs nədir? Mənfidir. Sinüs mənfidirsə avtomatik mənfi sinüs beta çıxacaq. Sinüs beta üstə gəl mənfi sinüs beta bizə 0 eləyəcək. 0'ı da nəyə vursam 0 eləyəcək. Artıq cavabı yazmağa ehtiyac yoxdur. Y variantı olduğunu bildik. Beta ikinci rübündür. O zaman yenə ikinci rübsə sinüs beta müsbətdir. Bax modulun içərisi müsbətdir. Müsbətsə olduğu kimi açılacaq. Sinüs beta çıx sinüs beta yazacağıq. Sinüs beta çıxanda 0 eləyəcək. 0'da nəyə vursam yenə 0 eləyər. Ona görə cavabımız şifahi deyə bilərik Y variantı. Qiymətlər çoxluğunu tapın. Burada uşaqlar biz bilirik ki, sinüs x mənfi 1 arasında qiymət alır. Amma burada kökün altında olduğuna görə 5 çıxılsın sinüs x funksiyasının qiymətlər çoxluğunu tapanda biz bilirik ki, bunu yerinə qoya bilərik. 0 qoymalıyıq, mənfi 1 qoymalıyıq, 1 qoymalıyıq. Amma nəzərə almalıyıq ki, kökün altındakı istənilən ifadə, yəni 5 çıx sinüs x ifadəsi mütləq böyükdür, bərabər nə qiymət almalıdır? 0 qiymət almalı. Yəni mənfi qiymət alsa onları götürməyəcəyik. Bunda 0 qoysam 5 çıx 0 eləyəcək kökətdə 5. Mənfi 1 qoysam mənfi 5'i mənfi 1'ə vuranda müsbət 5. 5'in üstünə 5 gəndə kökətdə 10. 1 qoyası olsam 5 bu da 5 yoxdur, düz desəm sinüsdə. Sinüs elə yazmışam ki 5 kimi görürəm. Bir dəqiqə uşaqlar, bu sinüsü 5 kimi gördüm mən. Ya bunu silim, biraz elə yazım ki 5 kimi görünməsin, sinüsdür bu. Mən də 5'ə vururam bunu bayaqdan. 5 çıx sinüs x-də böyük olmalı 0'dan bunu dedik. Burada bir dəfə 0 qoyacağım. Mənfi 1 qoyacağım, 1 qoyacağım, baxacağım və 0 qoysam 5 çıx 0 kökətdə 5.
-1 qoysam 5 çıx -1 üstə 5 üst plus 1 eləyəcək. Kök hətta 6 eləyəcək. 1 qoysaq 5 çıx 1 4 eləyəcək. Oradan da nə çıxacaq? 2 çıxacaq. Demək ən kiçik qiymət 2 olacaq. Ən böyük qiymət kök hətta 6 olacaq. Bizdən nəyi soruşurdu? Qiymətlər çoxluğu 2 kök hətta 6 A variantı. 37 eynisidir. Bunu özünüz yazın. 38 ədədləri müqayisə eləyək. Eləyək müqayisə. Kosinüs 4 verib. Dərəcə deyil uşaqlar. 4 radiandır. 4 radian verəndə biz bilirik ki 1 radian təqribi 57 dərəcədir. Yəni 1 radian təqribi 57 dərəcə olduğunu biliriksə 4'ü 57'ye vuracaq. Yəni kosinüs 4 vur 57 deməkdir. Bunu da vurası olsaq bərabərdir. Kosinüs təqribi neçə deyər? 228 dərəcə. 228 dərəcə 3-cü rübə düşür. 3-cü rübədə kosinüs nədir? Mənfidir. Demək A mənfidir. A bərabərdir mənfi. B'yə baxaq. Kosinüs 4 birinci rübdür. 4 dərəcədə artıq bu da. Birinci rübdə B müsbətdir. C'dəki 0'dır. Artıq aydındır ki ən böyük B'dir. Ən kiçiyi A'dır. Demək A kiçikdir C, kiçikdir B ifadəsi hardadır? C variantında. 38 olacaq C. Keçirik 39. Ədədlərin müqayisəsi eynidir. Bunu özünüz yazacaqsınız. Bax, bu da fikir verin. Bu da sinüs 5 radiyandır. 5'i 57'ye mütləq vuracaqsınız. Rübünə baxacaqsınız. 40-cı sual. Silək lövhəmizi. Funksiyanın qiymətlər çoxunu tapın. Aha, bu da əsas diqqət olunması məqam odur ki, İşin içində kotanges var. Kotangesin məxrəci nədir uşaqlar? Kosinüs 2 plus, yəni yazaq sinüs 2. Kotangesin açılışı nədir? Nəyə nisbətdir kotanges? Bilir ki, kosinüs 2 vurur sinüs 2'dir. Əgər işin içində uşaqlar kotanges varsa, orada sinüs 0 ala bilməz. Oldu mu? Yəni sinüs 2'ə biz 0 verə bilmədik. Niyə? Çünki kotangesin məxrəci 0 olar, orada da kotanges təyin olunmuyor. Tanges varsa, kosinüsə 0 verə bilmərik. Burada sinüs 2'dən sinüs 2 ixtisar gedir. Amma nəzərə alın ki, sinüs x bərabər deyildir. 0'ı unutmayın. Yəni sinüs 2 yəni heç vaxt 0 verə bilməzsiniz. 0'a kimi ola bilər, amma 0 ola bilməz. O zaman y bərabərdir. Cos x plus cos x o derecəyə 2 kosinüs x olacaq. İndi bunun qiymətlər çoxluğunda demişəm ki, bu yaxdan deyirik ki, -1, 0, 1 qoyub yoxlayırıq. Amma nəzərə alaq ki, sinüs x 0 olamaz. Yəni sinüs x 0 nə vaxt alır? Məsələn 0'da. Sinüs x 0 olan yerdə kosinüs 1 ola bilir. Və yaxud da ki, sinüs x 0 olan yerdə kosinüs -1 ola bilir. Onda kosinüs x yəni biz -1 və 1 qoya bilmərik. -1 və 1'ə qədər istənilən ədəd ola bilər, amma -1 və 1 ola bilməz. Onda mən bunu -1 və 1 qoyduğum qiymət qoyacağım, qoymasın. Amma orada aldığım qiyməti daxil götürməyəcəm. Daxil deyil kimi deyəcəm. Bir dənə yoxlamalıyıq, 0 yoxlamalıyıq. 0 yoxlasa 0 eləyər. -1 qoysam -2 eləyər, 1 qoysam 2 eləyər. Təbii ki, bunun qiymətlər çoxluğu olacaq. O zaman -2'dən, görsə -2 ola bilməz. Çünki -1 qoyanmaram. -1'i qoyuram, -1 qoyuram, -2 alır. Demək ki, -1 qoya bilmərəm, demək ki, -2 ala bilməz. -2'dən sonranı alacaq. Maksimumda müsbət 2. Ona görə heç birini almayacaq. -2 2 aralığı cavab D variantı. Yəni daxil olmayacaq. Yəni çox vaxt uşaqlar çalışır bunu A variantı, daha doğrusu Y variantı götürə bilər. Hər ikisini daxil götürə bilər. Amma burada heç bir daxil olmayacaq. Niyə daxil olmadı? Çünki kotanges var işin içində. Kotangesin məxrəci sinüs x-dir. Sinüs x-də 0 ola bilməz. Sinüs x harda 0 olur? 0'da 180'də. 0'da 180'də kosinüs x-ni alır. -1 1 qiymətlərini alır. Demək, cos x-ə -1 1 qoysam, sinüsə 0 qoymuş sayılaram. Ona görə kosinüsə -1 1 qoya bilmədim. Ona görə daxil qoymadıq. Daxil deyil, yəni mötəzədə yazdıq. 41 də onun eynisidir. Yəni 41 də izah edeyim, bir daha aydın olsun. Əgər başa düşməkdə və çətinlik çəkdirsə, videonu biraz başa alıb, yerində sualın izahına baxa bilərsiniz. 41'i də izah edirəm, eyni sualdır. Bu dəfə tangens var. Yəni yazıram sinüs x plus kosinüs x vurulsun tangens x. Tangens x'in yerine nə yazacağıq? Kosinüs x böl. Daha doğrusu sinüs x böl kosinüs x. Üzr istəyirəm. Silək bunu. Tangesdir. Tangens nədir? Sinüs x bölünsün kosinüs x. Bunlar ixtisar gedər. Sinüs x üstə gəl sinüs x bərabər neçə sinüs x eləyər? 2 sinüs x olmuş olacaq. Şimdi burada 2 sinüs x kaldı. Biz
Məxrəc kosinüsdür. Yəni kosinüs x nə ola bilməz? Bərabər deyildi 0. Kosinüs 0 harda alır? 90 və 270-lərdə. 90 və 270-lər sinüs nə alır? -1 və 1. Yəni daha doğrusu 90-da 1 alır. 1. 90-da 1 alır. 270-də -1 alır. Demək ki, biz sinüs yenə 1 və -1-i daxildə qoya bilməliyik. Mütləq mötərizədə yazmalıyıq. Sinüs x yenə -1 qoyanda eləyəcək yenə -2. 1 qoyanda eləyəcək 2. Demək -2 2 aralığında. Çünki -2 və 2-ni ala bilməz. -2 2 aralığı hansı variantda var? B variantında. Keçdik 42. Funksiyasının qiymətlər çoxluğunu tapın. Funksiyasının qiymətlər çoxluğunu tapın. Ümumiyyətlə uşaqlar qaydadır. Bunu çox istifadə edəcəksiniz. A kosinüs x plus minus fərqi yoxdur. B sinüs x. Bunu qeyd edin, yadda saxlayın. İfadəsinin, yəni bu ifadən, bu funksiyanın qiymətlər çoxluğu, yəni y(f) qiymətlər çoxluğu bərabərdir mənfi kök altında əmsalların kvadratları cəminə. Yəni a kvadratı plus nə? B-nin kvadratına. Ən kiçik qiyməti budur. A kvadrat plus B-nin kvadratı. Ən böyük qiyməti kök altında. Bunun artıq müsbəti. Kök altında yəni A kvadratı plus B-nin kvadratı. Bunun qiymətlər çoxluğu budur. Bunda ən böyük qiyməti kök altında A kvadrat plus B kvadratı. Ən kiçik qiyməti mənfi kök altında A kvadrat plus B kvadratı olmuş olacaq. Burada A-nın yenə 5 var. Bunda mənfi kök altında 5-in kvadratı 25. Üstə gəl. B-nin də 12 var. 12-nin kvadratı 144. Bu ən kiçik qiymətidir. Ən böyük qiymətdə kök altında yəni 5-in kvadratı yəni 25. Üstə gəl 12-nin kvadratı yəni 144 olmuş olacaq. O zaman nə olacaq? -13 və hansı 13? Müsbət 13 olacaq. -13, müsbət 13. Cavab Y bəndi. -13, müsbət 13. 40-cı sual eynisidir. Yəni 9-un kvadratı ilə 12-nin kvadratını cəmləyəcəksiniz. 81 plus 144. 225. O da olacaq -15, müsbət 15 C variantı. Gəldik 44-cü suala. Sinüs 1 dərəcə, sinüs 2, kosinüs 80 dərəcədən müqayisə edin. Kosinüs 87 yenə sinüs nə ilə əvəzləyə bilərəm? Sinüs 3 dərəcədən daha rahat olsun. Təbii ki, birinci növdə biz bilirik ki, sinüs artandır. Çünki sinüs 0-da 0 alır, y xüsusiyyətini daşıyır. Yəni 0-da 0 alır. 90-da isə nə alır? 1 alır. Ona görə birinci növdə irəlilədikcə y-in qiymətləri artdığına görə birinci növdə artandır. Demək ki, sinüs 3 daha böyükdür. Ən kiçik isə sinüs 1-dir. Yəni A kiçikdir B, kiçikdir C variantı olacaq. Bu da D variantında var. Burada da kosinüs əvəzləyəcək. Yəni sinüs 87-nin kosinüs 3 dərəcə eləyəcəm. Birinci növdə kosinüs azalandır. Niyə azalandır? Çünki kosinüs x son xüsusiyyətini daşıyır. 0-da 1 alır. 90-da isə 0 alır. Yəni baxın birinci növdə 1-dən 0-a kimi qiymət nə edir? Oxşarını çəkirəm. Azalır. Çünki 0-da 1 alır. Bax qırmızına göstərəm. Bax 0-da 1 alır. Qırmızıladım. Amma 90-da nə alır? 90-da 0 alır. 90-da 0 alır. Yəni bu ox boyunca birinci növdə yəni buzağın dərəcəsi göstərirəm. Artdıqca qiyməti nə edir? Bu da 1-dən 0-a kimi azalır. Birinci növdə azalandır. Ona görə kosinüs 1 daha böyükdür. Yəni A daha böyükdür, C daha kiçikdir. Yəni C kiçikdir, B kiçikdir A olacaq. Elə variant varmı? Bəli. Yəni A böyükdür, B böyükdür, C-ni göstərib B variantında. 46-cı sual. Funksiyanın qiymətlər çoxluğunu tapın. Biz bildik ki, modulun içərisində ən kiçik 0 ola bilər. Ona görə bu 0, bir də 1 qoyacaq modulun içərisində ədədə. 0 qoysam, 1 plus 0, 1 eləyir. 8-i 1-ə bölündə 8 alınır. 1 qoysa 1 plus 1, 2 eləyir. 8 2 bölündə 4 alınır. Demək ki, bunun qiymətlər çoxluğu 4-8 arasında dəyişir. Cavab C bəndi. Bu da eyni qaydadır. 0 və 1 qoyacaq. Kosinüs yenə 0 qoysam, 4'ü 0'a 0, 21 bölü 7, 3 eləyəcək. 1 qoysam 4'ü 1'ə vurduk 4, 7 4, 3, 21 3'ə 7 eləyəcək. Yəni 3-7 aralığında qiymət alacaq. Cavab A bəndi. 48-ci cavabı alfa, beta, gamma iti bucaqları müqayisə edin. İti bucaqları müqayisə edirik. Kosinüs alfa 3'də 1'dir, kosinüs beta 5'də 1'dir, kosinüs gamma 2'də 1'dir. Bunlar İti bucaqlardır. İti bucaqlar isə birinci rübdədirlər. Birinci rübdə biz bilirik ki, kosinüs nədir? Azalandır.
Yəni bucağı artdıqca qiyməti azalır. Yəni qiyməti az olanın bucağı böyükdür. Qiyməti az olan bucağı böyükdür. Qiyməti çox olanın, yəni böyük olanın, yəni qiyməti kiçik olanın bucağı böyükdür. Çünki azalanda axı tərs mütənasib olması lazımdır. Baxıram 3'də 1, 5'də 1, 2'də 1. Bunlardan hansı daha kiçikdir? Surətləri hamısı eynidirsə, mərkəzi kiçik olan böyükdür. Yəni ən böyük qiymət buda alıb. Ən böyük qiymət buda alıbsa, demək ki bunların içərisində ən böyük qiymət buda alıb. Demək ki kosinus qamma daha kiçikdir. Yəni qamma bucağı daha kiçikdir. Onda qamma bucağı kiçikdir. İndi baxıram ki bu da alıb sonra 3'də 1 gəlir. Orta olan 3'də 1'dir. Ona görə orta olan alfa bucaqdır. Ən kiçik qiyməti nədir? 5'də 1'dir. 5'də 1'dir. Bu təbii ki azalan funksiyadır. Azalan funksiyadırsa yenə gəlin çevrədə göstərək uşaqlar. 0'da 1 alır. 0 dərəcədə 1 alır. 90 dərəcədə nə alır? 90 dərəcədə 0 alır. Çünki x funksiyasını daşıyır. 90 dərəcədə 0 alır. İndi bu 2'də 1 alıb, 2'də 1 burada ortadır. Düzdürmü? Sonra nə alıb? 5'də 1 alıb, 3'də 1 alıb. Deyək ki, burada 3'də 1'dir, burada 5'də 1'dir. Daha kiçik. Bunu alması üçün bucağın daha çox böyüməsi lazımdır. Fikir verin. Daha böyük, bucaq böyük olmalı. Demək ki, daha kiçik qiymət aldığı yerdə bucağı daha böyükdür. Demək, ən böyük bucaq betadır. Beta bucağı ən böyük olacaq. Ən kiçik isə qammadır. Çünki böyük qiymətdə bucaq kiçikdir. Kiçik qiymət, yəni 5'də 1'də bucaq ən böyükdür. Qamma kiçikdir alfa, kiçikdir beta, cavab D bəndi. Keçdik 49'a. 49'cu sual. Silək lövhəmizi. Demək 1 plus kosinus alfa üstəgəl 1 minus kosinus ifadəsi sadələşdirin. Kosinus alfa ən kiçik mənfi 1 ola bilər, ən böyük 1 ola bilər. Bu kosinus alfa ən kiçik qiymətini qoysam da 0 eləyəcək, qalan vaxt müsbət olacaq. Ona görə birinci modul olduğu kimi açıla bilər. Çünki bunun içərisində ya 0'dır ya da müsbətdir. Ya da 0'dır, ona görə olduğu kimi açılır. 1 plus kosinus alfa. Bu deyilsə 1 qoysam, ən böyük qiyməti 1 qoysam 0 eləyər. Qalan bütün vaxtlar isə, yəni məsəl üçün 2'də 1 qoysam, nə qoysam, necə bir ədəd eləyəcək? Müsbət bir ədəd eləyəcək. Düzdürmü? 1 qoysam 0 eləyəcək, mənfi 1 qoysam da müsbət 1 eləyəcək. Yəni bu da olduğu kimi açılacaq. Plus 1, çünki bunun da içərisi müsbətdir və yaxud da ki 0'dır. Plus 1 çıx kosinus alfa. Kosinus alfa da islah olacaq, cavab 2 eləyəcək. Cavab D bəndi. Silək bunu da. 50-ci sual. Funksiyası qiymətlər çoxluğunu tapın. Cos kvadrat x çıx cos x funksiyası qiymətlər çoxluğunu tapın. Burada uşaqlar biri kvadratıdır, biri özüdür. Cos x-ə bir t desəm, y bərabərdir. T'nin kvadratı çıx t kimi baxarıq. Bu da kvadratik bir ifadədir. Yəni cos x-ə bir t dedik. Kvadratik ifadənin ən kiçik qiymət tapmaq üçün bunu iki ədədin kvadrat şəklində göstərməyi bacarmalısınız. Yəni t kvadrat çıx t nəyin açılışıdır? T kvadratı t'nin açılışıdır. Yəni t çıxılsın deyək ki, t çıxılsın. Nə qoya bilərəm? Bura 2ab-da 2'ye bölsəm 2'də 1, demək 2'də 1'in kvadratı yazsam. T'nin kvadratı, t'nin 2'də 1'ə vurub 2'ye vursam minus t edər. Görürsünüz, minus t edər. Plus da 4'də 1 alacaq. Mənfi 2'də 1'in kvadratı plus 4'də 1 olacaq. O 4'də 1'i itirmək üçün mən bura nə yaza bilərəm? Minus 4'də 1 yaza bilərik. Bu ifadənin bura zaten 0 olacaq. Çünki kvadrat ifadənin içərisində 0 alır. Ən kiçik qiyməti nədir? Ən kiçik qiyməti mənfi 4'də 1'dir. Ən kiçik qiyməti mənfi 4'də 1'dir. Ən kiçik qiyməti mənfi 4'də 1 olan da hansı variantda var? A variantda var ancaq. Ən böyük qiymətdə 2 olacaq. Ən böyük qiymətini də tapaq. Nə zaman olar? T'ni yenə cos x qoyası olsaq, fikir verin. Cos x çıx nə? 2'də 1 kvadratı çıx nədir? 4'də 1'dir. Cos x'in yenə biz 0, 1, mənfi bir qiymətdən qoyub yoxlaya bilərik. 1 qoysaq, 1'dən 2'də 1 çıxdı, 2'də 1 kvadrat 4'də 1, 4'də 1 çıxdı, 0 elədi. Mənfi 1 qoysaq, mənfi 1, mənfi 2'də 3 eləyəcək, kvadratı da 4'də 9 eləyəcək. 4'də 9'dan 4'də 1 çıxanda 4'də 8 2 eləyəcək.
Bir dənə 1 də qoysaq, 1-i yoxlasaq, 1 çıx 2-də 1, yəni 2-də 1, 2-də 1, 4-də 4-də 1-dən 4-də yenə 0 edəcək. Demək, ən böyük qiymətini 2 olacaq. Ən kiçik qiyməti mənfi 4-də 1-dir. Cavab A variantı. Keçdik 51-ci suala. Sinüs 3 funksiyasının əsas dövrünü tapın. Bunu biraz sadələşdirək uşaqlar. Hər ikisi də ortaq olan birini çölə çıxardaq. Olsun da sinus 3x ortaq budur. Bir də kosinus 3x ortaqdır. Çıxartsam, içəridə qala sinus kvadrat 3x. Plus kosinus kvadrat 3x. Plus yazaq. Kosinus kvadrat 3x. Bu da bizə 1'i verir. Onda qalır sinus 3x, kosinus 3x vuranda 1'ə vuranda elə özü qalır. Onda fx bərabərdir. Sinus 3x kosinus 3x. Bunun özü qaldı. Çünki bu bizə 1'i verdi. 1'ə də vuranda özü qaldı. Bu da 2 qat arqumentin açılışıdır. Sinus 2 alfanın açılışıdır. Sinus 2 alfanı bilməyənlər üçün yazın bura düsturunu. Sinus 2 alfanın açılışı nə idi uşaqlar? Siz təbii ki bu mövzunu işləyirsiniz. Artıq bu düsturu bilməlisiniz. 2 sinus alfa vurulsun nə? Kosinus alfa olacaq. 2 sinus alfa vurulsun kosinus alfa. Onda bu açılışdır, geriyə qayıtmaq lazımdır. Sinus 3x vur kosinus 3x açılışdır. Açılışdan geri qaydanda ikisi yoxdur. Ona görə olur 2'də 1 sinus 6x. 2'də 1 sinus 6x. Elə ki, mən 2 sinus alfa kosinus alfadan geri qayıtdım. Sinus 2 alfaya qayıtdım. Burada da sinus 3x bu kosinus 3x'in qabağında 2 olsaydı sinus 6x. 2 olmadığına görə 2'ye böldüm. Buna görə 2'də 1 oldu. 2'də 1 sinus 6x. Dövrdə də təsir edən x'in arqumentidir. Yəni A6'dır. Sinüsdə ən kiçik dövr dedik ki 2 pi böl A'dır, modul A'dır. Yəni 2 pi'ni biz bölməliyik modul 6'ya, yəni 6'ya. O da eləyəcək pi böl 3 cavab D bəndi. Davam eləyək. Davam eləyək növbəti sualdan. (52) 3 sinüs x çıx 2 cos x funksiyasını ala biləcəyi natural qiymətlərin cəmini tapın. Bunu dedik ki arqument, yəni bunun düsturunu yazdım. A sinus x bir daha yazıram, sizə təkrar olsun. Plus minus b kosinus x funksiyasında qeyd edin uşaqlar. Mütləq bunu qeyd edin. Bu funksiyanın qiymətlər çoxluğu, yəni y f'i bərabərdir. Bu yax yazdım, bir daha yazıram. Kök altında ən kiçik qiymət mənfi, kök altında a kvadratı plus b kvadratıdır. Bir də müsbət kök altında nədir? A kvadratı plus b kvadratıdır. Bunun qiymətlə çoxluğu budur. Burada A'nın yerində 3 var, B'nin yerində mənfi 2 var. O zaman olacaq bunun qiymətlə çoxluğu. Mənfi kök altında 3'ün kvadratı plus 2'nin kvadratı, yəni 9 plus 4. Bu ən kiçik qiymətidir. Ən böyük qiymət olacaq kök altında 9 plus 4. Bu deyəcək kök altında mənfi kök altında 13, müsbət kök altında 13. Bizə deyir ki, ala biləcək natural qiymətlərin cəmini tapın. Ala biləcək natural qiyməti 1'dir, üstəgəl 2'dir, üstəgəl 3'dür, bir də 4 yoxdur artıq. Niyə? Çünki kök altında 13 4'dən kiçikdir. Yəni 4 kök altında 16 deməkdir. Ona görə natural qiymətlər 1'dir, 2'dir, 3'dür. Bunu da cəmləyəndə 6 eləyəcək. Cavabımız 6Y variantı. Lövhəmizi silək. Bərabərlikdən hansılar doğru ola bilməz? Ya baxaq görə hansılar doğru ola bilməz? Sinüs alfa bərabərdir 1 böl kosinüs 10 dərəcə. 1 böl kosinüs 10 dərəcə kəsirdir. Bu doğru ola bilərmi, ola bilməzmi? Bir dənə baxaq. Sinüs alfa bərabərdir 1 vurulsun. Kosinüs 10 1'dən kiçik bir ədəddir. 1'dən kiçik bir ədəddir. Məsəl üçün təqribi bir qiymət deyəcəm. Deyək ki, olsun, məsəl üçün olsun neçə, məsələn 5'də 4, 1'dən kiçik bir ədəd 5'də 4. 1'i 5'də 4'ə bölmək, yəni 1'dən bir kiçik ədədə bölmək, onu tərsinə vurmaq deməkdir. Yəni 1'i 4'də 5'ə vurmaq deməkdir. Və bu da avtomatik 1'dən böyük ədəd eləyir. Yəni sinüs də 1'dən böyük ədədə bərabər ola bilməz. Yəni qısacası belə deyək də, sinüs alfa 1 böl məxrəc 1'dən kiçikdir. Düzdür, 1'dən kiçik bir ədəddir məxrəc. Məsələn 0,9'dur.
Təbii ki, bu düzgün olmayan kəsirdir. Çünki məxrəc 1-dən kiçiksə düzgün olmayan kəsirdir. Düzgün olmayan kəsirin də qiyməti 1 və 1-dən böyükdür. Bu hətta 1-dən böyük olan variantıdır. Buna görə bu doğru ola bilməz. Biri 1-dir. Sonra gedirik ikinciyə baxırıq. Sinüs alfa bərabərdir m bölsün m plus n. İkisi də müsbət ədədlərdir. Bəli, bu ola bilər. Çünki m deyək ki, müsbət ədədlərdən m 2-dir. N də 3-dür. 2 plus 3 olacaq. Müsbət ədədlər avtomatik məxrəc surətdən böyük olacaq və sinüs da 1-dən kiçik, mənfi 1-dən böyük olmalıdır, ola bilər. Bunu götürmürük. Məsələn, doğru ola bilməzləri götürəcəyik. Doğruların üstünə xətt çəkəcəyik. Cos tərəfi 4 82. 81 olsaydı 3 çıxardı. 3 çıxardı 80. 3 çıx 4-dən eləyərdi, mənfi 1 eləyərdi. 81 olsaydı. 82 olduğuna görə 3-dən nə olacaq? 3-dən biraz böyük olacaq. Çıxan ədəd, düzdürmü? 3 tam 10-da nəsə dövrlər olacaq. Bundan da 4 çıxanda təbii ki, cavabımız mənfi 1-dən daha kiçik bir ədəd eləyəcək. Ona görə bu da ola bilər. 2-3'ü siləcəyik. Onda 1, 4, 5 qaldı ki. 4-dən 5 ola bilməzmi? Baxaq görək. Səhv etməmişik ki. Sinüs alfa bərabərdir m plus n. M vur n də bərabər nə? 1. M n 1-dirsə uşaqlar, bunlar demək ki, m ilə n-in hasılı 1-dirsə, bunlar qarşılıqlı tərs ədədlərdir. Qarşılıqlı tərs ədədlər hansı ədədlər idi? Hasilləri 1-ə bərabər olan ədədlər qarşılıqlı tərs ədədlərdir. Qarşılıqlı tərs ədədlərini isə, məsələn, m vur n 1-dir, bura qeyd edirəm. Demək, bu nədir? Qarşılıqlı tərs ədədlər. Qarşılıqlı tərs ədədlərin də cəmi. Mənfi sonsuzluqdan mənfi 2-yə birləşsin 2-dən müsbət sonsuza kimi qiymət alır. Yəni, mənfi 2-dən 2 aralığında qiymət ala bilməz. Qarşılıqlı tərs ədədlər bir mənalı olaraq. Ona görə m plus n demək ki, ya mənfi 2-dən kiçikdir, ya da 2-dən böyükdür. Sinüs alfada heç vaxt mənfi 2-dən kiçik və ya da 2-dən böyük ola bilməz. Ona görə bunu götürəcəyik. Bu da ola bilməz. 5-ə baxaq. Kosinüs alfa vurulsun sinüs alfa olacaq. Bərabərdir. Sinüs alfanı sola vuran. Bu elə bərabər nə? 0,6-ya. Bu da uşaqlar yenə nədir? Açılışdır. Bu sinüs 2 alfanın açılışının tərsidir. Yəni 2 kos alfa sinüs alfa olsa sinüs 2 alfa olardı. Hal-hazırda olacaq 2-də 1 sinüs 2 alfa. 2-də 1 sinüs 2 alfa bərabərdir 0,6-ya. Hər tərəfi 2-yə vursaq sinüs 2 alfa bərabərdir 1,2 olacaq. Sinüs alfa da heç vaxt 1-dən böyük qiymət ala bilməz. Heç zaman 1-dən böyük qiymət ala bilməz. Ona görə bu da yanlışdır. 1, 4, 5 olacaq. Cavab D variantı. 54'ə baxırıq. Funksiyasının qiymətə son daxili ən böyük ədəd tapın. Yenə bunu buyaq düsturun yazdım. Qeyd etmişsiniz artıq siz bunu özünüz çox sadə variantda tapa biləcəksiniz. Mənfi kök həddə a kvadrat plus b kvadratı. Mənfi kök həddə ən kiçik qiymətli, müsbət kök həddə a kvadrat plus b kvadratı ən böyük qiymətidir. Ən böyük ədəd isə 13 olacaq. Çünki kök altında 5'in kvadratı 25 plus 12'in kvadratı 144 olacaq. O da 169 neçə çıxacaq? 13 çıxmış olacaq. Cavab 13 qeyd edəcəyik. A parametri neçə tam qiymətində 1 plus a kvadratı bərabərdir 1 plus a sinüs x bərabərliyi ödənlər. Gəlin bunu da həll eləyək. A parametri neçə tam qiymətində. Onda olacaq a sinüs x bərabərdir. Bunu açası olsa 1 plus a kvadrat açası olsa 1 üstə gəl 2a üstə gəl a kvadrat olacaq. Biri də sola keçsə, yanına keçsə çıxılsın 1 olmuş olacaq. O zaman a sinüs x bərabərdir. Birlər islah geçsin. A kvadratı plus 2a olacaq. Hər tərəf a'ya bölək. A'nı sıfırdan fərqli qəbul edək. A'ya bölək. Sinüs x bərabərdir. A'ya bölsə hər tərəfi a plus 2 olmuş olacaq. Demək bizə nə deyildi? Bərabərlik ödənir. A parametri neçə tam qiymətində. Sinüs x hansı aralığında ola bilər? Mənfi 1 aralığında. A plus 2 o zaman böyükdür bərabərdir mənfi 1. Kiçikdir bərabərdir 1 olacaq. Hər tərəf üzrə mənfi 2 gəlsək a böyükdür bərabərdir mənfi 3. Kiçikdir bərabərdir mənfi 2 gəlsə hər tərəf üzrə mənfi 1 olmuş olacaq. Demək ki bizdən ki a parametrinin neçə tam qiyməti? Mənfi 3, mənfi 2, mənfi 1, 3 dənə tam qiymətində.
Yerdə qalan sualların izahını ikinci bölmədə izah edəcəm. Sağ olun, hər birinizə uğurlar olsun.